Salam, xoş gördük sizə əziz izləyicilər. Həyat və biz layihəsinə baxırsınız və bugün də çox maraqlı bir qonağımız var. Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub bugün bizimlədir. Xoş gördük Mail müəllim. Xoş gördük İradə xanım. Necəsiniz? Şükür, var olasınız. Adından da göründüyü kimi bugün biz həyatdan və bizdən danışacağıq. Həyat və biz deyəndə Mail müəllim ilk olaraq nələri düşünür? Həyat və biz. Bilirsiniz, bir insan var. Bu insan həyata gəlir və yaşamalıdır hər bir halda. İntihar edəsi deyil ki, o həm cinayətdir, həm də günahdır dini baxımdan da. Yaşamalıdır. Biz, yəni insan və həyat. Bu iki fakt daim bir-biri ilə ünsiyyətdədirlər. Əlbəttə, bəzi insanlar var, həyatın içindədirlər, amma həyatı düşünmürlər. Bir çox insanlar var, belədirlər. Bəlkə elə mən də eləyəm. Niyə görə? Çünki bu barədə bir dəfə də danışmışdım mən. Necə balıq suyun içindədir və suyu dərk edə bilmir. Həmişə suyun içindədir də. Biz də həyatın içindəyik də. Həyatı olduğu kimi dərk eləyə bilmirik. Çünki biz o şeyi dərk edirik ki, o bizdən uzaqlaşır. Böyük müasir filosoflardan biri deyir, qərbşünas filosoflardan deyir ki, qərbdə orta əsrlər dövrü, modern dövr, postmodern dövr adlanır da. 17-ci əsrə qədər 14-17 Renesans, 17-dən 20-ci əsrə qədər, 20-ci əsrin ortalarına qədər modern dövr, 20-ci əsrin ortalarına bu tərəfə postmodern dövr. O deyir ki, bu adlanmalar o vaxt oldu ki, həmin dövr sona çatdı. Həmin dövrün içində, məsələn 17-ci əsrdən başlayan dövr modern dövr adlanır. Məsələn 18-ci əsrdə həmin dövrü modern dövr adlandırmırdılar. Modern sözü o vaxt işləndi ki, modernizm dövrü sona çatdı, postmodernizmə keçdi. Onda dedilər, hə, ötən dövrə modern dövr deyilir. Həyat da elədir. İnsan həyatın dərkinə o vaxt tam nail olacaq ki, məncə, həyat sona çatsın. Biz nə vaxt həyatın içindəyiksə, həyatı olduğu kimi dəyərləndirə bilmirik. Gərək həyatdan çıxaq ki, həyata baxa bilək. Dağdan uzaqlaşırsan ki, dağı görə biləsən. Dağın ətəyində dağa yapışmısan, dağın ehtişamını duya bilmirsən. Bax, belə bir şey. Həyatdan uzaqlaşmağımızı bir qədər... Yəni, ölüm. Məncə, insan həyatdan sonraki həyatda, yəni ölümdən sonraki həyatda mövcud həyatın mahiyyətini tam dərk eləyəcək. Mən elə düşünürəm. Çünki yaşayırıq da, balıq suyun içindədir. Biz də həyatın içindəyik, yaşayırıq. Elə bilirik ki, həyatın bütün zaviyələrini, bütün künc-bucağını anladıq. Amma hər gün yeni bir şeylə rastlaşırıq. Deyirik, ay Allah, biz heç bunu bilmirdik, təzə öyrəndik. Həyat hər gün özünün təzə bir simasını, xüsusiyyətini, xislətini bizə nümayiş elətdirir. Və bu proses ömrümüzün sonuna qədər gedəcək məncə. Çox yekə-yekə danışmayayım. Sevmirəm yekə-yekə danışmağı və yekə-yekə danışanları üzr istəyirəm tamaşaçı dostlardan. Amma belə elə düşünmək olar da, yəni. Amma deyirlər ki, biz bu həyata bir fürsət kimi gəlmişik. Bəli. Bu həyat bir fürsətdir. Bəs bu fürsəti əldən verməmək üçün axı dərk etməyimiz də lazımdır. Dərk eləyirik müəyyən qədər, amma tam yox da, tam yox. Bütün zaviyələrin yox. Amma tam dərk eləyən seçilmişlər məncə olub həyatda. Doğrudurmu? Ola bilər olsun. Baxın, adi bir misal çəkim. Bir adam başqası ilə 30 il dostluq eləyir. 30 ildən sonra kəşf edir ki, sən demə bu dostunda bir xoşagəlməz xüsusiyyət varmış. İndi hələ onu kəşf eləyib. Aydındır. Bir insanda bu qədər künc-bucaq varsa,
Gör həyatda nə qədər kəşf olunmamış tərəflər var, cəhətlər var, künc-bucaq var. Nə qədər. Və bir insan necə iddia edə bilər ki, mən həyatın bütün cəhətlərini, xislətlərini, xüsusiyyətlərini, tərəflərini kəşf etmişəm. Adi bir dənə otağın bütün künc-bucağını kəşf edib qurtarmaq olur heç bəs. Ömür yetməz deyirsiniz. Əlbəttə ömür yetməz. Bəs fürsət kimi biz bu həyata əgər gəlmişiksə, həmin fürsət nədir? Fürsət o 50 il, 60 il, 70 il, 80 illik bir zaman kəsi idi. Nəyin fürsətidir müəllim? Fürsət yaşamağın. Yəni biz həyata gəlmişik. Ramiz Rövşən deyir, şirin-şirin yuxudaydıq, bir zalım oyatdı bizi. İndi biraz ironiya da var da bir şeirdə. Anaların qucağından bu dünyaya atdı bizi, düşdük yolların ağına, bəxtimizin sorağına, qatdı bizi qabağına, əlində oynatdı bizi. Biz ki yol nədir bilməzdik, biz ki öl nədir bilməzdik, bilsək dünyaya gəlməzdik, analar aldatdı bizi. İndi biz gəlmişik də dünyaya, öz sifarişimizə gəlməmişik. Yaxşı gəlmişəm indi, başa düşdüm ki, bir 50 illik, 60 illik, 70 illik zaman kəsində burada olacam. Necə yaşayım? İnsanlara incidim, insanlara əziyyət verim, insanları bezdirim, yekəxana olum, lovğa olum, pul hərisi olum, var dövlət hərisi olum, cah-cəlal, şöhrət, vəzifə hərisi olum, cinayət eləyim, necə yaşayım? Olmaz ki, əksini eləyim, aksi olum. Əlbəttə. Yoxsa bunun əksinə yaşayım. Elə yaşayım ki, insanlar faydalı olsun mənim həyatım insanlara. İnsanları sevim. İnsanları sevim, onlara xidmət eləyim. Demirəm, fədakarlıq eləyim. O böyük fədakarlıq şəhidlərin işidir. Mənim ağlım çatmaz o barədə danışmağa. Hələ onu demirəm mən. Yəni, sıradan biri də deyir ki, bir adama ziyan verməmək elə xeyir verməyin birinci pilləsidir də. Başqasına, cəmiyyətə ziyan vermə, hələ xeyrin qalsın özüvə. 3 dənə sferadır. 1. Ziyan vermirəm. 1. Ziyan verirəm. 1. Ziyan verirəm. 2. Ziyan vermirəm, amma xeyir də vermirəm. Orta. 3. Xeyir verirəm. Bu üçüncü möhtəşəmdir, gözəldir. Amma bunu bacarmıramsa, heç olmasa ziyan verməyim də. Bu ikincidə olum. Da birincidə olmayım. Ziyan verən həşərat olmayım insanlara, cəmiyyətə. Mənim əlimdən əziyyət çəkməsinlər, heç olmasa. Bunu bacarım, buna nail olum. Bunun fürsətidir məncə. Həm də yaratmağın fürsətidir. Yaratmağın, müxtəlif sahələrdə yaratmağın, gözəlliklər yaratmağın. Yəni, həyatın fəlsəfəsi budur məncə. Bir dəfə də yazmışdım səhifəmdə. O içimdən gələndə dərhal yazıram şeydə. Ola bilsin, yarım saatdan sonra o itib gedir, o həmin anda yazıram. Bizim bu 2 dəqiqəlik, 3 dəqiqəlik layihələrimiz də var. Elə bu məkanda, ofisdə çəkirik onları. Onu da o cür eləyirəm. Bir yaddaş qeyd dəftərim var. O mövzu gələndə dərhal onu yazıram. Bəzən o qeyd dəftərim, məsələn, rayonda oluram özüm, qalır Bakıda. Həmən o mövzu gəlir ağlıma. Həmən dəqiqə yazmıram, yadımdan çıxır sonra. Nə qədər fikirləşirəm, yadıma salamıram ki, o dəftərimə yazım. O dəftərimə yazdıqlarım qalır, sonra biz onu çəkirik. Deməyim oldu ki, bu fürsət budur. Yaratmaq fürsəti. Yaratmaq fürsəti, yaxşı şeylər yaratmaq, insanlara dediyim kimi ziyan verməmək, əgər əlimizdən gəlirsə xeyir vermək. Ziyanverici olmamaq üçün insan həyatda nələri nümunə götürməlidir? Hansı yolu ilə, hansı istiqamətlə getməlidir ki, ziyanverici olmasın? Demək, 2 dənə şey var da. Birincisi çox vacibdir, ən vacib birincisidir, düşünmək. Ziyanverici olmamaq bir yoldur da, yol. Yoldur ki, məni bir məqsədə aparır. Ziyanverici olmamaq yolunu mən qət edəndə, yolun axırında bir şəxsiyyət formalaşdırıram özümə. Ziyanverici olmayan adam şəxsiyyəti.
sanki buradan gedirəm Lənkərana, Gəncəyə. Yoldur. Yolun sonunda Lənkəran var, Gəncə var, yoldur. İndi mən Lənkərana, Gəncəyə yola düşməzdən əvvəl yolun özünü düşünürəm yoxsa yox? Düşünürəm də. Təhlil edirəm. Nə vaxt çıxacam? Hətta yolda harda dayanacam, onu da fikirləşirəm. Hansı restoranda, çay evində dayanıb çay içəcəm, yemək yeyəcəm, dincələcəm. Onu da fikirləşirəm, təhlil edirəm. Neçə kilometr yol gedəcəm? Yanacağım çatacaq yoxsa çatmayacaq maşının? Hamısını təhlil edirəm də. Burada da belə. Ziyanverici olmamaq bir yoldur. Onu qət etmək üçün mən birinci onu düşünməliyəm də, oturub. Ziyanverici olmamaq yolunu necə qət edim? Harda dayanım yolda, istirahət edim? Onu da düşünməliyəm də, o yolu. Ziyanverici olmamaq nə deməkdir ümumiyyətlə? Necə edim ki, insanlara ziyan verməyim? Mən o qədər insanlar görürəm, bu düşüncəsizliyin əzabını çəkirlər. Düşüncəsizlik. Məsələn, oturmuşsan bir məclisdə, bir söz deyir. Deyirəm ki, kaş bu sözü deməmişdən qabaq 60 saniyə düşünərdi. Düşünmür də. Ağlına nə gəlir elə danışır. Ağlına nə gəlir deyir. Bir dayan, bir fikirləş də. Nə danışırsan? Ağzından çıxan nədir? Düşünmə. Düşünmə. Həzrət Əlinin bir kəlamı var. Deyir, mömin danışmazdan əvvəl düşünür, münafiq danışandan sonra düşünür. Bəli. Bəli. Maraqlı bir məqama gəldiniz. Ümumiyyətlə, insanlar nəinki düşünmədən danışır. Artıq elə bir dövrə gəlib çatmışıq ki, insanlar hətta düşünmədən hər şey edirlər. Nədən oldu? İnsanların niyə düşünmə mexanizmi bu qədər aşağı səviyyəyə endi? Niyə insanlar düşünmürlər? Demək, keçən həftə təlim keçdim Nizami Kino Mərkəzində. Orada Alfred Whitehead adlı bir ingilis filosofunun möhtəşəm bir cümləsini dedim. Slaydda gətirmişdim, qeyd eləmişdim. Whitehead 1947-ci ildə vəfat eləyib. O deyir ki, sivilizasiya düşünülmədən verilən qərarlar əsasında inkişaf eləyir. Təsəvvür edirsiniz. Yəni, bir şəhərin əhalisinin hamısı düşünən olsa, düşünüb daşınan olsa, orada alış-veriş az olacaq. Mağazalar yaxşı işləməyəcək. Çünki hamısı düşünür axı. Nəticədə istehsal zəifləyəcək. Nəticədə iş yerləri azalacaq. Nəticədə inkişaf olmayacaq da. Sivilizasiya deyir, belə inkişaf eləmir. Sivilizasiya bunun əksi ilə inkişaf edir. 20-ci əsrdə xüsusilə istehsalı çoxaltmaq üçün istehlakçı zümrəni düşüncədən uzaqlaşdırmaq projesi başladı. Aydındır. İstehlakçıları, yəni insanları dərin düşüncədən ayırmalısan ki, alış-verişi çox eləsinlər də. Alış-veriş çox olanda da istehsal çox olacaq. Bu 20-ci əsrin projesidir. Aydındır, proyektidir. İndi bu yaxşıdırmı, pisdirmi? Bir cəhətdən yaxşıdır. Deyirsən ki, istehsal çox olanda iş yerləri də yaradılır, insanlar səfalətdən çıxır, yoxsulluqdan çıxır. Amma bir tərəfdən də pisdir. Niyə görə? Çünki düşüncəsiz insanlar çoxalanda həyat Cəmiyyət korlanır. Cəmiyyət korlanır, insanlıqdan çıxır, vəhşiləşir və s. İndi bunun arasında balans yaratmaq lazımdır da. Həm istehsalı çoxaldasan, qoruyub saxlayasan, həm də o birisin saxlayasan. Düşünməni. Bəli. İnkişaf elətdirəsən, bu biraz çətin məsələdir. Müəllim, Tolstoy deyir ki, bütün dövrlərin ən güclü savaşçısı
Zaman və səbirdir. Zaman və səbir ən güclü savaşçıdır. Yəni əgər bir insan səbr etməyi bacarırsa və zaman gözləməyi bacarırsa, deməli o ən güclü savaşçıdır. Bəli. Siz necə düşünürsünüz? Səbrlə zaman özü özlüyündə kifayət eləmir, özü özlüyündə. Sən yola düşməlisən. Səbr və zaman pula bənzəyir, pul. Mən oturmuşam evimdə, evdən çölə çıxmıram. Telefonla zəng eləmirəm ki, mənə yemək gətirin restorandan. Sırf pulun mənim cibimdə olması məni xoşbəxt eləyə bilər? Yox. Mən acam və yaxud sıxılıram, acam yemək istəyirəm. Pul verib yemək almalıyam da, düzdürmü? Pulu xərcləmirəm. Nötər mən məmnun olacam, doyacam. Pul vasitədir onu xərcləməyə. Mən pulum var, darıxıram. Səyahətə getsəm, darıxmaq gedəcək. Amma pulu xərcləmək istəmirəm. Səyahətə də getmirəm. Səbr və zaman o insanlar üçün yaxşı silahdır ki, onlar yola düşüblər. Yola düşməyən adamın səbri mənim nəyimə gərəkdir ki? Tənbəl adam deyir, mən səbirliyəm. Neyiniyim? Ol da səbirli. Heç bir iş görmürsən. Bəli, tənbəl adam deyir, mən zamana buraxmışam hər şeyi. Zamana buraxıb. Böyük iş görüb. Zamana buraxıb. Neyiniyim zamana buraxmısan? Görürəm mən elə adamlar. Mən səbirliyəm, təmkinliyəm. Sən neyinirsən ki, sən boş bekar oturmuşsan da evdə də. Heç bir işə əli bulaşdırmırsan, tənbəl adamsan. Sənin səbirli olmağın nədir, olmamağın nədir? Zamanı gözləməyin nədir? Səbr və zaman o insanlar üçün mühüm silahdır ki, onlar yola düşüblər və müxtəlif situasiyalarda onlar deyirlər ki, biraz səbirli ol. Sən onsuz da yoldasan da, gedirsən. Bəzi yerlərdə səbirli ol. Kimsə sənə sataşırsa, zaman lazımdır. Səbirli ol, dərhal ona cavab vermə. Ola bilər cavab verəsən, sən yolundan qalarsan. Yolundan qalarsan. Vaxt yoxdur. Davam eləməlisən. O Hafiz deyir, məradər mənzili canan, çə əmni eyş, çon hər dəm cərəs fəryad midarət ki, bərbəndid məhmilha. Deyir, qədimdə karvanlar gedərmişlər, mənzilgahlarda dayanarmışlar, mənzilgahlarda. O mənzilgahlar istirahət yerləri olarmış da, karvan gedərmiş, misal üçün 10 saat yol gedərmiş, 2 saat dayanarmış. Nə bilim, 15 saat yol gedərmiş, 5 saat dayanarmış, 10 saat dayanarmış, yatarmış da, durarmışlar. Amma onlar 3 saat, 5 saat, 10 saat müvəqqətidir də, durmalısan, yenə də getməlisən. Yol davam eləyir. Deyir, mən o 3 saat, 5 saat, 10 saatı necə əlimi atıb qulağımın dibinə rahat istirahət edə bilərəm? Mən ki, neçə gün buradayam? Xeyr. Az bir müddət buradasın, yəni yol davam edir. İndi bəzi adamlar yoldadılar, yolda. Bir adam gəlib ona sataşır. Deyir, əzizim, sən yoldasan, dayana bilməzsən. Sən yolu davam elə, ona baş qoşma. Quranda var, və ibadur rəhman. Furqan surəsinin axırlarında və ibadur rəhman əlləzina yamşuna aləl-ərdi hauna, Allahın gözəl bəndələri, gözəl sözü yoxdur orada, yəni bəndələri, yəni yaxşı bəndələri. O şəxslərdir ki, yer üzündə təvazökarcasına yeriyirlər, yəni yeşəxana yerəmirlər. Və idə xatabəhmul cahiluna qalu salama. Cahil adamlar onlara xitab eləyəndə, onlara salam deyirlər. Mən bu ayəni belə başa düşürəm. Yəni yolda olan adama cahil adam sataşsa, bekardır, cəhalətdədir, o yolda deyil, o özü üçün gəzir elə, o yolu zadı yox. Sataşır, səni yolundan saxlayır. Səbirli ol, bu ora lazımdır. Yoxsa ki, həmən o cahil adama deyirsən ki, səbirli ol, o neyinib ki, səbirli olsun? Elə oturub da yerində. Ümumiyyətlə, deyirlər ki, cahil adamla mübahisə etmək sanki sözünə ateşə atmış olursan. Düzü çətin şeydir, o çətindir. Mən özüm də heç bunu əməl eləyə bilmirəm. Çətindir, çox çətindir. Özü saxla, özü cilovla, baş qoşma, çox çətindir. Amma lazımdır da. Cəhalət əslində böyük bir dərddir. Bugün cəmiyyətimizdə cahillik çoxdurmu? Necə düşünürsünüz? Çətin sualdır. Adətən mən Azərbaycanda o qədər uğurlu, o qədər gözəl, o qədər dəyərli insanlarla ünsiyyətdə oluram hər gün.
Hər gün. Yəni insanlar barəsində, Azərbaycan əhalisi barəsində, millətin barədə mən mənfi danışa bilmirəm. Çünki adam gördüyünə, deyir aşıq gördüyünü çağırır. Nətər deyir? Elə bir məsələ var. Bəli, çağırır. Aşıq gördüyünü çağırır, hə. İndi mən də gördüyümü deyirəm də. Hər bir toplumda ola bilər nadan insanlar, Azərbaycanda da ola bilər, mümkündür. Amma mən Azərbaycanda nadan insanları çox az görürəm, əksinə uğurlu insanları çox görürəm. Bu pafos deyil, bu yalandan insanları tərifləmək də deyil. Mən belə görürəm. Sosial şəbəkələri izləyirsiniz mi? İzləyirəm. Qarşınıza çıxmır heç. Qarşıma çıxır, bilirsiniz necədir? Belə bir şey var da, biz qara rəngi tez görürük. Tez görünür ümumiyyətlə qara rəng. Məsələn, 1000 nəfər yaxşı adam görsək, 1 nəfər pis adam görsək, o pis adamın mənfi təsiri bizdə daha çox olur, nəinki yaxşı adamların təsiri. Məsələn, biz 1000 nəfər fədakar, dəyərli adam görsək, onları tərifləmirik, onların haqqında danışmırıq. Amma bir dənə yolumuza bir adam çıxıb, məsələn, mən səhərdən axşama qədər maşın sürürəm şəhərdə, o başa gedirəm, bu başa gedirəm. Sürücülərin 99,99% yaxşı maşın sürürlər. Təsadüfən bir dənə maşın çıxır mənim qabağıma, başlayıram yamanlamağa məsələn. Gedirəm dostuma danışıram. Bir dənə maşın çıxmışdı. Neçə gündür sürürsən maşını, neçə aylardır. O yaxşı sürənlərə heç demirsən. İnsan psixologiyası belədir də. Demirəm ki, cahil insanlar yoxdur. Var. Mənim də cahil cəhətim var. Yəni Amma mən pafosda kənar danışmaq istəyirəm. Azərbaycan insanını Azərbaycan əhalisini mən cahil toplum adlandırmıram. Sosial şəbəkələrdə də bəli var. Misal üçün, sosial şəbəkələrdə mənfi cəhətlərdən biri insanlar yaxşı şeyləri paylaşmırlar, pis şeyləri paylaşırlar. Məsələn, çox vaxtlarda, məsələn, son illərdə 2 yaxın adamımı itirdim mən, əmimi, dayımı, heç onu yazmadım. Nəyə lazım deyə insanlara yazırsan, onların əhvalı pis olur. Yəni, yaxşı şeylər yazaq, paylaşaq da. Ölüm xəbərlərini niyə paylaşmalıyam ki mən insanlara? Nəyə lazımdır? Mənim yaxınlarım bilirlər, gəlirlər, başsağlığı verirlər, vəssalam da. Negativ ötürmüş. Əlbəttə. İndi amma bu uğurlarda da bəziləri səhv salırlar, gedirlər, restoranda oturub, rəngli süfrə, onu paylaşır. Ona ehtiyac yoxdur. O uğur deyil ki, restoranda oturmaq uğurdur. Xeyr. Uğuru paylaş. Və yaxud gedir adam harasa gəzməyə, tutaq ki, meşəyə. Təbiəti çək, paylaş. Gözəllikdir. Gedir, tutur telefonu... Manqalı çəkib paylaşır. Yox, manqaldan əlavə, özün. Görmüşəm ki, özün çəkir, kadrda ancaq özü düşüb. Ancaq sifətidir. Kənardan bu qədər meşə düşüb adsana, sifət kadr deyir ki, gözəl mənzərədir. Burada mənzərə zat görmürəm, mən səni görürəm. Aydındır. Mənzərə var, cəmaət səni görüb də, nə qədər çəkəcəksən? Hansı şəhərə gedirsən, hansısa meşəyə gedirsən, çaya, dənizə gedirsən, onu çək, paylaş qoy insanların əhvalı dəyişsin. Mən sizinlə razıyam. Bax, qeyd elədiniz ki, bizim uğurlu insanlarımız da var. Təbii ki, şübhəsiz bizim çox dəyərli insanlarımız var, uğurlu insanlarımız var. Bu danışdıqlarımızı hər kəsə şamil etmək olmaz, amma ümumilikdə kütlə, sosial şəbəkədəki kütlə ki var. Məsələn, bu dediyiniz neqativ halları mən özüm də görürəm. Ümumiyyətlə bu cılızlaşma necə yarandı? Əslində bir dövr var idi ki, o dövrdə insanlar elə şeylər var idi ki, özlərinə ayıb bilirdilər, bunu ictimaiyyət bilsin. Amma bugün çox rahat şəkildə insanlar özləri bunu ictimailəşdirirlər. Niyə bu cılızlaşma yarandı? Yenə də deyirəm, o cılızlaşmanı deyirik, bu ümumiləşdirmək olmaz da. Yəni, bəzi insanlarda belə hallar var, amma əksinə həmən o sosial şəbəkələrdə çox dəyərli insanlar da var. Heç o qədər insan var ki, sosial şəbəkədən istifadə eləmir. Biz həyatda, məsələn, mən elə bu gün, hələ sizdən əvvəl, siz uğurlu insansınız, bu şübhəsiz öz yerində,
sizdən əvvəl 3 nəfərlə görüşmüşəm. İkisi xanım olub, biri bəy olub. Üçü də gənc. Gənc yəni 30-40 yaş civarında. Biri iş adamıdır. Bu ikisi xanım da həmkardılar. Böyük bir dövlət müəssisəsində yüksək bir vəzifədə çalışırlar. Çox yüksək səviyyədə. Üçü də. Biri ilə saat yarım görüşüm olub, biri ilə də 2 saat yarım. İş görüşməsidir ikisi də. Yəni bunlar da Azərbaycanlıdır. Yox, təbii ki, mən qeyd elədim şübhəsiz ki, var belə insanlar. Azərbaycanlıdırlar. Yüksək səviyyədə. Amma o birilər də var. Niyə belə oldu? O yüngül hərəkət edənlər sosial şəbəkədə onun da cürbəcür səbəbləri var da. Cürbəcür səbəbləri var. Həzrət Əlinin bir kəlamı var. Kadəl fəqru ən yufra. Yoxsulluq insanı az qala kafir edəcək. Belə bir şey var. Yəni bəzən maddi yoxsulluq insanı elə bir vəziyyətə salır. Biz bilmirik axı onun vəziyyəti nədir, hansı vəziyyətdədir, hansı o hüquqda var, səfillərdə də səhv eləmirəmsə deyir ki, insan günaha gedən yolu da bir araşdırmalıdır. O yol nə yoludur, hardan gəldi? Elə birdən birə öz çıxmadı ki, ortalığa, meydana çıxmadı ki, bəlkə Allah ədalətlidir həm də ona görə ki, o bütün tərəfləri görür. Biz ancaq bir tərəfi görürük. Aydındır. Günaha gedən yolu araşdırmalıdır dediniz. Məsələn, amma başqa hədislərdə də deyilir ki, insan nəfsi ilə mübarizədə olmalıdır. Daima insan. Çünki mən ali yaradılmışam. Evet. Mən digər yaradılanlardan fərqliyəm. Mənim üstün cəhətlərim var. Mənim əqlim var. Allahın mənə verdiyi bir nemətdir o şuur, o əql ki, mən digər canlılardan fərqliyəm və mən o nəfsimlə mübarizə aparmalıyam. Mən nəinki mübarizə aparmalıyam, mən hətta o nəfsimə qalib gəlməliyəm. Bəli. Bu da olmalıdır axı. Bəs nəfslə necə mübarizə aparaq? Reallıq budur ki, biz gəlin o spektrum deyirlər də, spektrum belə fəza, birdən 100-ə belə bir şey nəzərdə tutaq. Bir tərəfi o az tərəfdir. Yəni bir adamın mənəviyyatı 0 səviyyədədir. Adam öldürür, heç vecinə deyil. Bundan o tərəfəsi yoxdur ki, heç vecinə deyil. Rahat elə bil milçək öldürür. Və yaxud kiminsə evini yıxır, kiminsə nə bilim, kiminsə ziyan vurur, heç vecinə deyil. Bir ömür bu adam elə bu işlərlə məşğul olub da. İndi də çatıb 70 yaşına. 70 yaş. Bir ömür onun bunun haqqını yeyib, məsələn. İndi çatıb 70 yaşına heç vecinə deyil. O spektrumun o bir tərəfi. Biri var 100. Yəni mənəviyyatullah yüksək səviyyədə olan, məsələn, Peyğəmbərimiz. Tutaq ki, belə o iki tərəfdə. İndi bunun ortalarında neçə min dənə dərəcələr var, neçə min dənə. Məsələn, adam var, adam öldürməyib heç vaxt. Amma nə qədər adam öldürüb mənəvi baxımdan. Yəni, nə qədər adamın haqqını yeyib. Nə qədər ailəni bədbəxt eləyib, nə qədər insanı bədbəxt eləyib. Bəli, tapança ilə, bıçaqla adam öldürməyib, amma mənəviyyatını öldürüb. Və yaxud adam var, bunların heç birini eləməyib, amma etinasız adamdır insanlara. Vetsizdir. Biri yıxılsın, ölsün orada, heç 1 manat pul verməz. Bu da mənəviyyatsızlıqdır, təbii ki. Yəni, bunların arasında, bu spektrumda nə qədər növlər var. 10 minlər, bəlkə də nə qədər insan varsa, bir o qədər də insan növü var. Dəhşətdir. Mail müəllim, xoşbəxtlik nədir sizcə? İnsan necə xoşbəxt ola bilər? Xoşbəxtlik məncə iki nəfəri xoşbəxt etməkdir. Daha doğrusu, xoşbəxtlik 2 nəfəri məmnun etməkdir. Bir özünsən, bir də insanlar məmnun. Siz deyə bilərsiniz ki, bəs Allah, mən deyirəm ki, bu 2 nəfər xoşbəxt, məmnun olsalar, məmnun, Allah da məmnun olacaq elə. Aydındır. Mən özümü məmnun eləyirəm,
Amma başqaları mənim vecimə deyil. Mən belə xoşbəxtlik bilmirəm. Mən belə xoşbəxt ola bilmərəm. Mən o vaxt xoşbəxt oluram ki, kimisə sevindirirəm, kiməsə yardım edirəm. Yardım təkcə maddi yardım deyil. Hərçənd ki, onu da edirəm bəzən. İndi yekə qalıb olsa, imkan daxilində də indi çox cüzi də olsa, nəyə imkan çatırsa, sevinirəm, yəni onu sevirəm elə bir şey. Yox, birini maşına götürürsən, o da bir dəstəkdir. Mən sevinirəm onda, ləzzət alıram. O da var bundan sevinmir. Yüzünə deyil. Amma bu məni xoşbəxt eləyir, rahatladır, məmnun eləyir həyatda. Yəni ani şeylər də, ani şeylər. Yenə də təkrar eləyirəm, mənim məmnunluğum başqa. Misal üçün mən sevirəm maşını yüksək sürətlə idarə eləməyi. Bu məni sevindirir, məmnun eləyir. Amma bu başqasını incidir, narahat eləyir. Mən heç vaxt məmnun, xoşbəxt ola bilmərəm bundan. Bu məmnunluq məni xoşbəxt eləyə bilməz. Mütləqdir ki, orada başqalarının da halı nəzərə alınsın. Mütləqdir. Mütləqdir. Bəzən sürücülər gəlirlər, sağdan ötürlər, sağdan. Adam diskinir, belə, diksinir belə. Deyirsən ki, bu adam deyəsiniz fərqində deyil, məni qorxuzdu, məni narahat elədi, getdi. Biraz da gülə-gülə getdi, güya kimsə bu böyük qəhrəmanlıq elədi, kimsə diksindirdi, getdi. O bəzi xırdalıqlar var, biz eləyirik, heç onun fərqində də olmuruq. Aydındır. Fərqində də olmuruq. Sən başa düşməzsən mən dediyimi. Sən başa düşməzsən mən dediyimi. Çox böyük sözdür əslində bu, sən başa qarşındakına, sən başa düşmürsən, sən başa düşməzsən, biraz çox kobud səslənir. Sən başa düşməzsən mən dediyimi. Nə dedim ki, nə var ki burada? Çox şey var da. Təhqir elədin, alçatdın qarşındakı insanı. Adam öldürdün, məşi, neynədimi? Məsələn. O detallar var da. Mən razıyam sizlə. Sizcə azadlığın sərhədləri hardadır? Baxır kim üçün də. Məsələn, bir dəfə bir dərs vardı. İnsan tarixinin axarında dərslərim vardı mənim. 75 dərs gedib, qalıb indi onu davam elətdirmək istəyirəm. Sadəcə hələ vaxt tapa bilmirəm. Biraz başqa işlərə başım qarışıb. Amma davam eləyəcəm. Qədim insandan başladıq. İnsan yaranandan bəri, sonra Şumerlər. Sonra gəldi, indi 19-cu dərs çatmışam. İnsan tarixinin axarında. Orada əvvəllərində 4-cü ya 3-cü dərsdə bir bəhs var, azadlıq. Azadlığın mənaları. Azadlığın bir neçə mənası var. Məsələn, bir mənası nəfsim nə istəyirsə onu eləyirəm. Nə istəyirsə. Gecə 3-də siqnal verirəm. Mənim məşhur söhbətimdə də o çox yayılıb. Ürəyim istəyir də, ürəyim istəyir. Birini narahat edirəm, vecimə deyil heç. Mən azadam, azadam. Məsələn, başqa bir mənası var azadlığın, irfani mənası. Deyir ki, sən nəfsinin qulusansa, necə azad olmusan ki? Nəfsinin qulu. Sən azad deyilsən ki, sən o vaxt azad olursan ki, nəfsinin əsarətindən azad olasan. Bu tam fərqli baxışdır da azadlığa. Baxır, biz necə mənalandırırıq da azadlığı. Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, qolumdakı zəncirləri qram gərək, qram-qram. Çəkil, ey qəsbkar, mən bu xalqın gürsəsiyəm, istəmirəm sıxa qulaq, mən ümmanlar təşnəsiyəm. Məsələn, mən ümmanlar təşnəsiyəm, rəhmətli Bəxtiyar Vahabzadədə də var da, deyir ki, göylərin bir rəngini yox, min rəngini sevirəm. Mən güllərin təkini yox, çələngini sevirəm. Bu da bir azadlığa aid bir şeydir. Yəni, mən istəmirəm əsarətdə olum, sıxıntıda olum, çox şey istəyirəm. Çox şey istəyirəm. Mən ümmanlar təşnəsiyəm. Zərrə-zərrə, qram-qram istəmirəm. Bəli, çox şey istəyirəm.
Məsələn, səxavətli adamların xoş halına mən həmişə onlara qibtə eləyirəm. Özüm də o cür olmaq istəyirəm, amma tam ola bilmirəm. Ola bilməmişəm. Yəqin ki, inşallah nə vaxtsa olaram. Çalışıram, məşq eləyirəm. Səxavətli adamlar. Onlar pul xərcləməkdən usanmırlar, yorulmurlar. Nə bilim, çəkinmirlər. Özü çox xərcləyirlər. Orada da elə bir sanki mən güllərin təkini yox, çələngini sevirəm. Tək yox, çələng verirlər məsələn. Hərdən rayona gedəndə anam maşının bagajını döysən doldurur. Deyirəm, ayanda niyə sən bu qədər şey yığmısan? Görürəm ki, evdə nə varsa hamısını da yığmaq istəyir. Bir nəfər 2009-cu ildir. Demək, o vaxt maşınım yox idi. Ailə ilə Bakıda qaldığımız yerdən 20 yanvara gedəcəkdik, oradan da rayona. Yaxınlaşdım, bir dənə qaz 31 maşın vardı. Kişinin olardı şoferin bir 65 falan yaşı. Dedim ki, dayıcan, bizi filan qiymətə 20 yanvara apara bilərsən. Dedi ki, bala, mən səndən pul istədim, deyirsən filan qiymətə. Getmək istəyirsən, gəl aparım da. Nə olsa verərsən. Dedim, yaxşı. Neysə, oturdum, gedirik. Dedi ki, hansı bölgədəsən? Dedim, filan yerdən. Başladı o yerdən, mənim aid olduğum yerdən bir dənə hadisə danışmağa bu kişi. Daha bilmirəm, mənə xoş gəlsin, elə danışırdı, bəlkə başqa bölgədən imiş. Amma Azərbaycanda belə hallar çox olur. Çox olur, bu məni təəccübləndirmir. Azərbaycan xalqı böyük xalqdır. Böyük xalqdır, ha. Bu pafosat deyil. Sadəcə bəziləri görmürlər bu böyüklüyü. Çünki özləri kiçikdirlər. Kiçik adam böyük adamı görə bilmir. Çox dəhşətdir. Kiçik adam böyük adamın böyüklüyünü görə bilmir. Baxışı dardı axı. Deyir ki, bir oğlan yaxınlaşdı mənə, dedi ki, bəs 30 manata məni apara bilərsən filan həmən o rayonun kəndinə. Xəstəmiz var, xəstəxanada. Deyir, dedim ki, kişi, xəstəm var, gedək aparaq da. Sən məndən niyə pul söhbət edirsən ki, bu kişi deyir. Neysə, deyir, getdik, xəstəni götürdük, apardıq kəndə. Həmən mənə deyir ki, sən olduğun rayonun kəndinə, filan kəndinə. Kəndin adını da dedi, mən bildim, tanıyıram o kəndi. Nisbətən rayondan bir neçə kilometr kənardadır. Bir 15 kilometr kənarda. Deyir, getdik, yay vaxtıdır. Çatdıq, xəstəni düşürtdük, yemək içmək hazırlayıblar. Mən də oturdum, dəvət elədilər, oturdum falan. Və yedmişdim, götürdülər mənim o 30 manatımı verdilər. Yəni, tutaq ki, 50 manat olmalıymış. Az verib də oğlan ki, imkanım bu qədərdir. Bu da razılaşıb. Sonra deyir, gətirdilər, bagajı doldurdular. Həyətdən, nə bilim, kartof, soğan, noxud, mərci, nə bilim, qaz. Deyirəm, ay kişi, neyinirsiniz bu qədəri? Siz mənə 20 manat az pul verdiniz, əvəzində 50 manatlıq şey doldurdunuz, 100 manatlıq şey. Dedilər, yox, belə olmalıdır. Belə şeyləri eşidəndə o qədər ləzzət alır insan, ləzzət alır. Bu təkcə bir bölgəyə aid deyil. Azərbaycanın bütün bölgələri belədir. Bütün bölgələri, bütün kətləri, bütün insanları. İstisnalar ola bilər, hər yerdə var istisna. Xəsis adam hər yerdə var. Amma ümumi Azərbaycanın mənzərəsi budur. Azərbaycan millətinin, xalqının mənzərəsi budur. Bu pafosat deyil, bu reallıqdır. Bu reallıqdır. Bunu danışmışam bir neçə yerdə. Atam deyir ki, 82-ci ildə getmişdik Naxçıvana, Əshab Kəhf ziyarətinə, 30 neçə nəfər avtobusda, həmkarlar. Qaydanda axşama düşdük. Sözümüz hardan gəldi? Azadlıqdan gəlib sözümüz. Azadlıqdan gəlib. Bax, o bagajı dolduran adamlar azad adamlardır. Baba, azadlıq odur. Azadlıq yoxsa maşını şəhərin mərkəzində 200 sürətlə sürmək o azadlıq deyil. O, kimisə evini yıxmaqdır. Deyir, dedi ki,
Kənddir, 2 dənə böyük kənd idi, üzbəüz tanımırıq kənd haradır. Bir avtobus adam, axşam hava qaralıb, yol getməyə gedək, evdə düşək, evlərin birində qalaq gecəni. Getdik, qapını döydük, bir kişi çıxdı. Salam əleykum, biz ziyarətdən qayıdırıq, deyir, Əshab-Kəhf ziyarətindən. 30 nəfər adamı, onlar sizin evdə qalaq, deyir, nə şey olmur, buyurun. Deyir, bir dənə qoyun kəsdi bu kişi, dərhal. Ürəyin böyüklüyünə. Atam deyir ki, o qədər bu kişi ürəklə işləyirdi, o qoyunu kəsirdi, doğruydu. Elə bil ki, bayaqdan bizi gözləyirmiş. Elə bil biz toya nişana gəlmişik. Bayaqdan elə bizi Doğrudan da bizim insanlarımızda var bu. Əlbəttə həqiqətən var. o ürək. Bir gəldi, deyir, kabab pişirdi bizə bir qonaqlıq, toy bayram, belə yüksək səviyyədə. Axşam deyir, yatmaq vaxtı gəldi, hərəmizə bir dənə qalın yorğan döşək gətirdilər. Deyir, mən bilmirəm, bunlar özlərində var idi bu qədər 30-40 dənə, yoxsa qonşudan gətirdilər. Qonşudan da gətirsəydilər, biz görmədik, deyir, nə vaxt gətirdilər. Azadlıq budur, əzizim. O, qoyuna bağlı deyil o kişi. Qoyunu kəsir, kabab eləyir, qonaqlıq verir. Həyatın fəlsəfəsi budur. Qazanasan, xərcləyəsən, qazanasan, xərcləyəsən, kef eləyəsən, həzz alasan. Bizim ustadımız Hacı Şahin çox gözəl bir fikri var. O da belə deyirdi ki, xərclə ki, pulun artsın. Xərcləmədən pulun artmayacaq. Həqiqətən də çox doğru vurğuladınız. Biz xoşbəxtlikdən danışdıq, azadlığın sərhədlərindən danışdıq. Mən istəyərdim ki, bir qədər də mədəniyyətin sərhədlərindən danışaq. Nədir mədəniyyət? Necə olmalıdır? Mədəni insan necə olmalıdır? Mədəni insan ilk növbədə başqalarının haqqını qoruyan adamdır. Özündən də əvvəl. Bəs necə? Bir adam dünyanın ən bahalı kostyumunu geyinsin. Dünyanın ən prestijli universitetində təhsil alsın. Dünyanın 5 aparıcı dilini bilsin, xarici dilini bilsin. Dünyanın ən bahalı qalstukunu taxsın, ən bahalı maşınında gəlsin. Saat. Ən bahalı saatını vursun, ən böyük şirkətin rəhbəri olsun, amma başqalarının haqqını qorumasın. İnsanlar onun üçün dəyərsiz olsun. Mən o adama dünyanın ən mədəniyyətsiz adamı deyərdim. Mədəniyyət ondan ölçülmür ki. Mədəniyyət insanlara mərhəmətlə ölçülür. İnsanlara dəyər verməklə ölçülür. Bəzi insanlar var, təəssüflər olsun ki, onlar başqalarına yuxarıdan aşağı baxırlar. Təəssüf. İnsanlar onlar üçün aşağıda, onlar özlərini yüksəkdə görürlər. Pul var, dövlət, mədəniyyət göstəricisi deyil. Heç savad da deyil. Bəli. Heç savad da deyil. Mən dünyanın ən savadlı adamı olum, amma yekəxan olum. O nəyə gərəkdir ki? Nəyə gərəkdir ki? Bəli, orada bir şey var. Məsələn, mən kimya mütəxəssisiyəm, tutaq ki, yekəxanayam. Amma yaxşı kimyasıyam. Gedirəm bir dərman istehsal edirəm, çətin bir xəstəliyin müalicəsini tapıram. Orada o güzəşt olur təbii ki. Deyirlər ki, bu adam belə bir xidmət eləyib də bəşəriyyətə. İndi mən inanclı insanam, mən deyə bilərəm ki, ibadət etmək də yüksək mədəniyyətin bir göstəricisidir. Mənə hücum eləyə bilərlər. Məsələn, ateistlər deyə bilərlər ki, sən səhv edirsən. Mən o şeylərə girmək istəmirəm də. Mən demirəm, ibadət etməyənlər mədəniyyətdən, əstəğfurullah, elə şey demirəm mən. Mən deyirəm ki, Amma bu seçimə də hörmətlə yanaşmaq özü bir mədəniyyətdir. Şübhəsiz, əlbəttə, başqalarının seçiminə hörmət. Məsələn, bir masa ətrafında oturmuşuqsa, mütləq başqasının haqqını qorumalıyam. Mütləq. Bir şəhərdə yaşayıramsa, mütləq başqasının haqqını qorumalıyam. Əksi də belədir. Mən güya Allah adamıyam. Amma qonşuma əziyyət verirəm, dostuma əziyyət verirəm, qohumuma əziyyət verirəm. Mən Allah adamıyam, ibadət əhliyəm, bütün qohum-əqrəba mənə nifrət eləyir. Belə Allah adamı olmur.
Bu mədəniyyət deyil əzizim. Özünü aldatma. Tamamilə razıyam sizinlə. Təşəkkür edirəm müəllim müəllim. Çox maraqlı əslində toxunacağımız mövzular çox idi. Sadəcə vaxtımıza görə biz artıq yekunlaşdırmalı olacağıq. Təşəkkür edirəm sizə. Sağ olun. Çox sağ olun. Təşəkkür edirəm Mirada xanım. Minnətdaram. Sağ olun. Əziz izləyicilər, Həyat və Biz layihəsində qonağımız fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub idi. Sağ olun, sağlıqla qalın.